Ha, maşallah, maşallah. 24 sotda, Bağmanda. Allah olmayanlara qismət eləsin. Allah arzusunda olanlara qismət eləsin. Kim arzusunda da onlara göndərin. 24 sotda, ideal vəziyyətdə sizə bir villa ilə tanış eləmək istəyirəm. Gəncə şəhəri Bağmandadır. Çox gözəl bir yerdədir, çox əla bir yerdə. Gəlin sizə evlə tanış edeyim. Evimiz ümumi 24 sotda, sənədlərdə qupsa çıxarış tex pasportu birbaşa qiymətlər içəri girəndən sonra deyəcəm inşallah ki. Gəlin içərindən sizə tanış edeyim. Gördüğünüz kimi səliqəli. Allah kasılara da qismət eləsin inşallah. Süper bir vəziyyətdə, ideal. Həqiqətən gözəl bir videoyla sizə tanış eləmək istəyirəm. Allah balalarınıza qismət eləsin inşallah. Süper bir vəziyyətdə, ləzzətli. Hər o mərtəbənin özünün adli sanitarı var. Evlər demək olar ki, monolit damsı. 24 sotdur əzizlərim. Bağmandadır, süper bir yerdə. Burada hamam sanitarıdır. İnşallah evde yaşayış olmadığına göre müəyyən lamışqalarda da xarabda elektrik işine ihtiyaç var. Burada da bir yataq otağı var. Maşallah, maşallah, maşallah. Allah sizlere de qismət eləsin, Allah olmayanlara da qismət eləsin inşallah. Əziz izləyicilər, gəlin. Fləşənə baxayım, maşallah. Maşallah qardaş, pul qaçlıqlar bura, ləzzətli. Gəlin o burada məhləsidir, boy o boy. 24 sotda, vaxt ikisinə görə məhləyə keçməyəcəm. Amma bağı, baxçası, hamısı el qaydasından, dədə baba qaydasından. Bax, burada bir otaq, gördüğünüz kimi belə səliqəli. Burada bir hamam, sanitar genə, eyni qaydada. Çox süper bir vəziyyətdə. Kombi sistemində indi villadır, bunu bilənlər bilir. İdeal bir vəziyyətdədir. Burada da yuxarıda bir yenə bir böyük bir zal otağımız. Səliqəli şəkildə. Burada yenə bir otağımız. Səliqəli şəkildə yataq otağımız. Süper bir vəziyyətdə. Qəşək. Allah olmayanlara da qismət eləsin. Panoramasıdır. Burada da yenə bir yataq otağı. Allah olmayanlara da qismət eləsin. Allah sizlərə də qismət eləsin inşallah. Allah alana da, satana da xeyir versin. Olmayanlara da qismət eləsin inşallah. Hə, maşallah. Allah xeyir eləsin. Allah sizlərə də qismət eləsin. Olmayanlara da qismət eləsin. İnşallah bağlarınıza xeyir iş eləyəsiniz. Belə bir gözəl evlər nəsib eləsin. İçində bağlarınıza xeyir iş eləyəsiniz. Allah xeyir eləsin. Qadasını alın.